Yaradılış 7-ci fəsil. Rəbb Nuha dedi: Sən bütün ailənlə birgə gəmiyə gir. Çünki bu bəşər nəsli içində yalnız səni önümdə salih gördüm. Hər pak heyvanın erkək və dişisindən 7 cüt, hər murdar heyvanın erkək və dişisindən 1 cüt götür. Həmçinin göydəki hər quşun erkək və dişisindən 7 cüt götür. Qoy bütün yer üzündə onların nəsli kəsilməsin. Çünki 7 gün sonra yer üzünə 40 gün 40 gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv eləyəcəm. Rəbb Nuha necə əmr eləmişdisə, o da hər şey eləcə yerinə yetirdi. Yer üzündə daşqın olanda Nuhun 600 yaşı var idi. Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtulmaq üçün birlikdə gəmiyə mindilər. Allahın Nuha əmr elədiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 7 gün sonra yer üzündə daşqın oldu. Həmin gün Nuhun ömrünün 600-cü ilində 2-ci ayın 17-ci günü dərinlikdə olan bütün gür su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. Yer üzünə 40 gün 40 gecə yağış yağdı. Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəz və 3 gəlini gəmiyə mindilər. Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi. Həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. Allahın Nuha əmr elədiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü. Yer üzündə 40 gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. Su çox yuxarı qalxıb yer üzünü aldı. Gəmi suyun üzündə üzməyə başladı. Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. Su dağların zirvəsindən 15 qulac qalxdı və onları örtdü. Yer üzündə hərəkət eləyən canlıların hamısı, quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. Rəbb yer üzündə olan bütün canlıları məhv elədi. İnsanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 150 gün ərzində su yer üzündə çoxaldı.